arası ayırdılar, mil ile doyurdular. Ben senden ayrılmazdım, zor ile ayırdılar. من وقتی در آذربایجانم احساس نمی کنم در کشور غریبی هستم. مثل که تو تبریزم، مثل که تو اردبیلم، آذربایجانم. یعنی خیلی راحت آدم احساس میکنه در همون şehriyiz ki buzurg şudim و با هم بودیم. Eğer bugünkü günde bunlar istiyorlar ki yine bizleri gelsinler kabağa, yine bizi hatta bizim vatanımız olan, bizim tarihi vatanımız olan, bizim torpağımızla İran'a karşı bizim evlatlarımızı çıkarsınlar, bu baş tutmaz. Hansı Talış'la gidip İran'a karşı vuruşsa ve İran'a gülüye atsa biz onun şahit yok, meyit yok, onu murdar adlandıralım. Ona göre ki İran bizim vatanımızdır. Azərbaycan, İran. Ha? Müharibə deyək, qardaş. Təbriz bizimdir, Ərdəbil bizimdir, nə bilim, torpaqlar bizimdir. Bütöv Azərbaycan. Amma bəs şurada Təbriz bizimdir, nə bilim, Ərdəbil bizimdir, İran Azərbaycan. Düzdür, sən birinci öz qapındakı 3 sot torpağı açıq dur, sonradan gedərsən başqa ölkədən torpaq istəməyə.